Salamlar, saygılar, əziz dostlar. Bu günləri günortadan sonra bir ağır, bir sarsıcı xəbər həqiqətən çox bizi sarsıtdı. Əhər şəhərində yaşayan dostumuz, fikirdaşımız Sayın Mühəndis Salih Molla Abbasi cavan yaşında qəlb krizindən dünyasını dəyişib. Bu bizi çox kədərləndirdi. Çox narahat oldum. Narahat olması orası idi ki, 7 ay bundan öncə mənə zəng vurdu, çətinliklərindən, işsizliklərindən danışdı və məcburən gəlib biləxərə Türkiyədə işləməyi və iş axtarmağı elədim. Mən də 2-3 dənə iş tapan şirkətlərlə danışdım, özüm neçə dənə dostlarla danışdım. 2 ay çalışdıq ki, buna münasib bir iş, şənində bir iş, şəraiti müsait olsun, müsait bir işlərdə tapa bilmədik. Bildiyimə görə, danışdığımıza görə nə varı yoxu, özdə imkanlıymış ki, bu milli yolda fəaliyyət elədiyi üçün, tutuqlandığı üçün bütün bu yolda xərcləyib. Və 3 dənə qız balası var idi. Qızlarının 3-ü də öyrənci idi. Yəni, mən buna təəssüf eləyirəm ki, biz 55 yaşında bir fikirdaşımıza iş yarada bilmiriksə, bu boyda milləti necə o haqqını ala bilərik? Yəni, biz 35 il hələ bu hərəkətdən keçib, biz o qurum və quruluşları yarada bilməmişik ki, milli fəalın ilk məsələsi ailəsinin çörəyidir. Onun çörəyini təmin etməlisən ki, o millətin yolunda fəaliyyət eləyə bilsin. Bu təəssüflər olsun ki, məni çox sarsıtdı. Mən qətən bilirəm, o çətinlikləri ki, o çəkirdi. Yəni, bu həyatda çəkdiyi o sıxıntılar və işsizliklər o kişinin səkt eləyib və qəlbinin dayanması dərhal xəbəri eşitcək mən bildim ki, bu konu ilə əlaqəlidir. Yəni, o sıxıntılar ki, insanlar çəkir, gəlib hay-haray salmırlar, demirlər. Vəli təəssüflər olsun ki, hətta bizim bu milli hərəkətdə çox milli fəallarımızın işinə zahirdə milli fəal olan adamlar zərərlər veriblər, onun qabağını alıblar, o çətinliklərə məruz qoyublar. Dostlar, bu çox önəmli məsələdir. Əgər bir millətin yolunda zəhmət çəkirsə bir milli fəal, yəni heç olmasa milli fəaliyyət adını üzərinə qoyan insanlar birinci onun əişəti ilə, problemləri ilə ilgilənməlidirlər, əllərindən gələn yardım eləməlidirlər ki, sözüm, yəni o pul istəmirdi ki, birindən, iş istəyirdi. Yəni təəssüflər olsun ki, böyük məsələlər vardı. Məsələn, bu Türkiyədə 100 mindən çox dərnək vardı. 6 mindən çox vakf vardı. Bunlar hamısı dövləti deyil ki, insanlardır ki, bütün addi şəhərvəndilərdir ki, bunu təşkil veriblər hər bölgədən. Və o dərnəklərdə fəaliyyət edən adamlar, birinci o adamların işi ilə, uşaqlarının təhsili ilə, əgər çətinliyi varsa ona kömək eləməyi ilə, hətta uşağına burs verməklə, işi yoxdursa onu tanışıb bir yerdə iş verməklə, müşküllərin həll eləməklə, xeyri ilə, şəri ilə olmaqla məşğul olurlar. Siyasət aləmində də gələndə hangi hizbə, hangi qola fikirləşirlərsə, orada da bərabər olurlar. Amma bizim bu günə qədər bir dənə nə Azərbaycanda, nə Türkiyədə, nə başqa yerdə bizim bir vakfımız yoxdur. Bizim bir vakfımız yoxdur ki, məsələn, bizim bu yolda fəaliyyət eləyən insanları toplaya bir yerə, onun problemləri ilə üzləşə və onun çətinliklərini həll eləməyə çalışa və ya çoxları burada gəlir. 5-6 il bundan qabaq idi. Dostların birinə dedim ki, biz bərabər qardaş bu İstanbulda toplaşayın, qeyri-siyasiyə, siyasi təşkilat qurmuruq. Bir dənə kültürel və sosial, yəni ictimai bir təşkilat qururuq ki, türklər içindi Ərdəbildən, Təbrizdən, Tehrandan, Qəşqaydan, Urmiyədən, Moğandan, hər yerdən ki gəlmişik, Zəncandan buradayıq. Biz heç olmasa bu sosial və kültürel bir-birimizlə irtibatımız olsun, xeyir şərimizdə olaq. Həftədə bir gün lağəl şənbə günləridir də, burada yekşənbə tətildir, şənbə də tətil olur. Şənbə günləri əksərən ya yekşənbə günləri burada dərnəklər, vəqflar, həmişə toplantılar olur. Biz də orada toplanaq, problemlərimiz nədir? İşsizliyimiz nədir? Dövlət sahəsində birinin görürsən ki, iqamət ala bilmir, bir sıxıntısı vardır. Hər sahədə
bayramlarımızda, mərasimlərimizdə buralarda bir-birimizə yardımcı olaq, bir-birimizi tanıyaq. Bu sahədə fəaliyyət edək. Qərar deyir orada sən deyəsən mən federalçıyam, istiqlalçıyam ya İranda bütün Türkün haqqı. Bu lazım deyil. Hər kəssən hangi teyfi fikirləşirsən önəmli deyil. Ancaq bu işi milli düşüncəli adamlar görür. Vəli təəssüflər olsun ki, dostlarımız bir də gördüm, gediblər, fikirləşiblər ki, yox, biz görə gözümüz quraq, filan kəs olmasın orada. Bax, bu cür kiçik fikirlərlə bu boyda fikir, o boyda millətə heç iş görənməz. Fındıq boyda düşünən adamlar o boyda Türk millətini qutara bilməz. Sən əgər o millətin, siz hesablayın, deyək ki 40-50 milyon orada bizim millətimiz var. 40-50 milyonun hər bir milyona yüksək səviyyəli bu yolda çalışan adam var, bir 40-50 dənə. Bunun 100 min nəfərdə bir dənə, bir 400-500 nəfər yüksək səviyyədə çalışanı var. Və o tərəfə keçdikcə bir 4-5 min var. Qardaşım, sən əgər bunları qoruya bilmirsənsə, bunların problemlərin üzləşənmirsən, sən nə cür 40 milyonu qutaracaqsan? Sən 40 nəfəri, 400 nəfəri, 4000 nəfəri qutara bilmirsənsə, 40 milyonu nə cür qutaracaqsan? Bax, bərnaməsiz, proqramsızlıq bax budur, ha? Sən çalışmalısan ki, ilk bu 40 nəfər var, ha? Onu qoruyasan. Ondan sonra o 400 nəfər var, ha? Onu qoruyasan. Ondan sonra 4000-i qoruyasan. Hələ bunları bir qoru. Sən burada olan insanlara bir yaxçılıq elə, qoy görsünlər ki, milli düşünən, Türk millətinin milli məsələsini düşünən adam nə şəxsiyyətli adamdır. Təmənnasız mənim problemimi çözdü. Mənim çətinliyimi çözdü. Mənim uşağım danışqahda müşkülü var idi, onu həll elədi. Mənim uşağımı saldı filan danışqaha. Mənim uşağıma burs düzəltdi. Vəqflərdən yardım aldı. Mənim filan müşkülüm var idi, onu həll elədi. İş tapa bilmirdim. Evladıma orada İstanbulda, Ankara'da, İzmirdə iş tapdı. Bimaristanda xəstələnmişdim. Biməm yox idi. Getdi filan müşkülümü həll elədi. Mənim də yaşıma gəldi. Mənim toyum var idi. Toyumda mənə bir yardımcı oldu. Baxın, bu işləri sən görməsən, millətin içində nüfuz qazananməzsən. Mən gözümün qabağında 7 ay bundan qabaq bu rəhmətlik mühəndis Molla Əbbasi gündə məndən danışırdı. Hər gün. Mən 2 ay gecə gündüz neçə dənə şirkətləri Ankara'dan, İstanbul'dan, özüm, dostlarım çalışdıq ki, bu kişiyə iş tapaq ki, bunu o çətinlikdən qutaraq. Düzdür, bəzi işlər tapıldı deyə Vəli onun şənində döyürdü. Və heç məsləhət də döyürdü məsələn onu azad eləyə. Biz onun şənində olan bir işi tapa bilmədik. Vəli başqalarının imkanında var idi ki, məsələn ona iş tapsınlar, onlar da həmkarlıq eləmədilər. Hər kəsən özünə bir şey eləyib da, ləşkərkeşilik eləyib. Özünə bir dəstə qurub, o dəstəni dəstəkləyir, bu birisini kim olursan ol, o millətin yolunda nə mənə həzinə vermiş olsan, heç olmasa o dili ilə pisləyib o töhmət iftira ilə ora zərər yetirir. Mən həqiqətən çox üzüldüm. Çox üzüldüm ki, məsələn, hətta bu kişi ata tərəfindən varlı imkanlı idi ki, bütün dükanların, imkanların satıb xərcləmişdi, bu işsiz qalmışdı. Məsələn, mənlə eyni yaşda idi da, rəhmətlik məsələn, bir neçə ay məndən yaşı kiçik idi. Danışqa Təbrizdə mən danışçı olanda, məndən bir il sonra da, 2 il sonra o danışçı gəlmişdi. Danışqa Təbrizdə danışçıydı. Danışqədə Kişavərzidə mühəndis xakişinası oxumuşdu. O zamanacaq ki, 3 nəfərimiz toplaşıb bir dənə şirkət qura bilmədik xarici keşvərdəki, bir dənə iş görə bilmədik, bir turizm şirkəti qura bilmədik, bir dənə ticarət şirkəti qura bilmədik, bir dənə restoran aça bilmədik, bir dənə balaca hotel apartman şərikləşib icarə eləyə bilmədik. Əgər biləxərə çox işlər var da, bunları görə bilmədiksə, biz hizb qura bilmərik. Biz əgər dərnək qura bilmiriksə, bir dənə xeyriyyə cəmiyyəti qura bilmiriksə, biz 40 milyonu qutara bilmərik. Bizim o kəllə, o çıxar, o milləti qutarmaz. Yəni, məsələ burasıdır ki, sən gəlirsən, varrını pisləyirsən. Sən gəlirsən, savadlını, akademiki dışlayırsan. Ancaq oturursan, məsələn, xaricdə özünə bir dost tapırsan, ondan sonra bağlanırsan ona, o sənə bir balaca yardım eləyir, qaşlayırsan bir dənə yolu ki, millət o yolu gedə bilməz. O yolu reklam eləyirsən. Səni dəstəkləyən olur. Bir neçə nəfər dəstəkləyir. Qalan millətçilər nə? Qalan millətçilər hamısı yiyəsiz. Hamısı iş konusunda, zindəgi konusunda çətinliklərə məruzdur. Yəni, bunu deyirsən ki, toplayırsan ki bir yerə, vəli gərək həqiqətən
ciddi çözüm lazımdır. Ciddi çözüm lazımdır. Mən görürəm da burada heç olmasa nə qədər vakıflar, araşdırma mərkəzi, nə qədər dərnəklərə getmişəm də, hamısında görürəm. Bəzi dərnəklərin başlarında 50 nəfərləri var. Bəzisinin başında 100 nəfər var. Bəzisində 150, 200, 500 adamları var. Başında adamlar var. O adamlarla ilgilənirlər, zindəgiləri ilə, evlənmələri ilə, danışqaha uşaqlarının getməyi ilə, onlara burs verməklə, hər həftə onlardan xəbər tuturlar, bir-biri ilə idarədə müşküllərini həll eləyirlər. Zamanı da gələndə rəygiridə hangi səmtə yönəlirlərsə, orada cəmləşirlər, dəstək verirlər. Qardaşım, belə olmaz ki, sənin bir dənə xeyirşər hərəkətin olmaya, bir dənə sosial, ictimai, kültürel dərnəyin olmaya, heç bir işin olmaya, biri bağlıdır, nəm Chicago'dan bunun bir dostu var, imkanı vardı. O bunu biraz dəstəkləyir, bir $1000, $1500 buna göndərir. Bu da başlayır bütün qalanların hamısını təxrib eləməyə, töhmət iftiraya. Bunlar millətçi deyil, biz millətçiyik. Başımıza bu cür bəlalar gətiriblər. Bizi kim vurur? Özümüzə oxşar millətçilik iddia eləyənlər özümüzünki vurur. Bu Türkiyənin özündə 2 dəfə mənim işimi həmən adamlar vurublar. Həmən adamlar ki, sizə iddia eləyirlər ki, biz millətçiyik. Yəni biz bu cür bəlalarla üzbəyüzük. Yəni mən həqiqətən çünki çox şeyləri burada danışa bilmirəm. Mən bu 7 ay bundan qabaq ki, bu təzə il başlanmadan bir neçə gün qabaq mənlə irtibata keçib, ondan qabaq uzaqdan uzağa mən mühəndis Molla Abbasini oxuyardım ki, zindana getdi, tutuldu, ya zindandan çıxdı. Ya bu uzaqdan uzağa tanışlığım var idi. Amma 7 ay idi mən onunla bu cür WhatsApp-la görüntülü danışırdıq. Müşküllərin deyirdi. Mən çox şeyləri deyə bilmirəm. Mən bilirəm ki, o kişi işsizlikdən və çətinlikdən səktiliyi bölübdü. Heç bir xəstəliyi yox idi. Heç bir xəstəliyi yox idi. Çünki bütün zindəgisinin hətta uşaqlıqdan nə zamanaca hamısını danışdıq. Danışqah zamanında, hətta məsələn danışqahda biz bir-birimizi də bir seri görmüşmüşük. Bəli, xatırımızdan çıxmışmış. Onun fəaliyyətlərini gördüm ki, mən xəbərim vardı. Bəli, danışqahda bunlar Kişavərzdə fəaliyyətləri var idi. Və ondan sonra, qardaşım, sən bir dənə millətçinin zindəgisinə, sən ona heç olmasa ona iş tapmaqda kömək eləməzsən, ailəsindən şərməndə olar, kişi bekar qalar, dığlar ölər də. Tək bu deyil. Başqalarının da hətta məsələn çoxlarının əsrarlarından xəbərim var. Vallah gəlib açıb deyə bilmirik. Ümumi yerdə deyə bilmirik. Yəni nə çətinliklər çəkirlər. Çoxlarımızın ki da elə adamımızı bizi elə zahirdə bizə oxşayan millətçilik iddiası eləyənlər öz biz birimizinki pisləyib bir-birimizi vururlar. Bəzisi xəstədir, şəxsiyyətindən xəstədir. Bəzisi də vabəstədir. Vabəstə adamlar Allah göstərməsin. Bir dəsi xəstəliyindən, şəxsiyyətinin zəifliyindən, həsadətindən, ondan sonra bu cür xasiyyətinin nəticəsində gəlir, o biri millətçini vurur. Onun adı deyilsə mənim adım kiçilər. Vur onu geçsin. Bəziləri də başqa yerlərə bağlıdırlar. Başqa yerə bağlı olan adam özündən başqa hamını vurur ki, onun qrupu meydanda qalsın. Bununla sən 40 milyon insanı qutara bilərsən. Kim alladırsan? Özü alladırsan. Qutara bilməzsən. Ağıllı dərmənməlisən. Haq yolu getməlisən. Bərnamən olmalıdır. Hesab kitab olmalıdır. Bunları toplayın görək. İndiyə nəçək? Mənə gətirin görsədin ki, 3 dənə millətçi bir dənə şirkət qurubdur, bahəm çalışırlar. Əgər bir şirkət qurub çalışa bilmirsə, hizb quranməz. Qura bilməz. Üçü bahəm şərikləşib bir dənə şirkət qurub, bir dənə balaca şirkəti qabağa aparsa, onlar hizbi də qura bilərlər. Kağızın üstündə yazmaqla hizb olmur. Kağızın üstündə biz hizbiklə onunla olmur. Hizb məfhum-i vaqi olanda təsirin qoyur. İqtisadın düşünməlidir. Öz ayağın üstündə dayanmalısan. De görüm, sən o milləti 40 milyonluq milləti qutaracaqsan, o 40 milyonluq millətin içində heç olmasa 1 milyon, 2 milyonu varlı təbəqədir. 3 milyonu varlı təbəqədir. Düzdür. O 10% da, onun 4 milyonu demək olar ki, o varlı təbəqədir. Onun heç olmasa qabaq 12 milyonu orta təbəqə idi. İndi o qısalıb, orta təbəqədə azalıb. 5-6 milyon olub. Hanı o varlıdan milli hərəkətin harasına gətiribsən varlını? 400 min nəfər o məmləkətdə fövq lisans doktoru alanlar var. 400 min nəfər. Onun heç olmasa 200 mini türklərdir. Onlardan nə qədərsin cəzb eləmsən? %1'in cəzb eləmsən?
O varlının mində birini cəzb eləyə bilibsən dolayısı xaricdə. Bu bəlanı kim gətirib bu hərəkətin başına? Bu nə cür hərəkətdir? Gərək mən kasıb uşaq ola, elə solçu ola, kommunisti düşünə, ondan sonra ola hərəkətçi. Hərəkətçinin dinçini vurursan. Biri namaz qıldı, oruç tutdu, onu da vurursan. Sən nə ilə məşğulsan? Milli hərəkət deyir, qardaş, sən getmirsən özün ki, dindən acığın gəlir, durub ondan sonra qayıdıb dindarı vurursan. Dindarı vurarsan, o millətin kökü dindardır. Sən təpvə bir dənə yumruq vurar, yapışarsan yerə leh olarsan. O millətin, sənin dədəm biləxərə dini inancılı bir insandır. Anan dini inancılı bir insandır. Sən dindarı da cəzb eləməlisən. Sən elə dinsizi də cəzb eləməlisən. Milli məsələdə hamını cəzb eləməlisən. Varrını da, ustad danışqahı da, kasıbı da, orta təbəqəni də, bütün bu camiənin ortaq bərayəndini cəzb eləməlisən. Sən varlı ilə salam məlik eləməzsən, sənin müşkülü kim həlli? Heç kəs həll eləməz də. Sən danışığı düzəlt, stratejiyi dəyişdir. Bu strateji ilə sən Türk millətinə heç nə əldə etdirəməzsən. Bir dəsi ümidin bağlamışdı İsrailə, Amerikaya. Onlar gələcək, ondan sonra vuracaq, bizə filan eləyəcək. Qardaşım, millətüvə dayan, öz millətün gücünə dayan. Ta öz millətünlə sən barışmayıbsan, öz millətün qılığın tapmayıbsan, öz millətünlə danışıq formanı tapmayıbsan, sən heç nəyə nail olamayacaqsan. Sən bir sistemlə, bir haqq, əslən haqqın var, hər teyf olasan, hər teyfi siyasi olmaq haqqın var. Amma yalandan da gətirib onu milli məsələyə qatma da, dünən ağa, mən bu cüram, gətirib ona milli donu geydirirsən, əməldə də getmir də qabağa. Niyə əvvəl 15 ildə qəşək gedirdi milli hərəkət? Niyə 2004-dən 2006-dan bir yana bu hərəkət bu duruma keçdi? Gətirib bütün təhsilkərdələrin hamısını vurdular, hamısına töhmət iftira vurdular. Kim idi bu töhmət iftira vuranlar? Onları zərərsizləşdirsinlər, özlərin gündəmdə saxlasınlar. Belənçi adamlar ya mərizdilər, ya da ki, elə mərizlərin içindən vabəstədirlər. Vabəstə adamı öldürəsən, vabəstə olduğu yerin siyasətini aparacaq qabağa. Milli hərəkəti bu cürasına məhv elədilər. Sən gələsən bir dənə mühəndisi xakişinası, 3 dənə danışçı qızı var, tələbə qızı var. 55 yaşında neçə ildir iş gəzir, işsiz, axırda işsizlikdən dığlayır, dünyasını dəyişir. Ondan sonra indi biz gələk, ələn görürsünüz, vallah mənim əlim gəlmir, duram, məsələn, əksin qoyam, təsliyyət, filan, bəhman. Düzdür, mən 2 ay çalışdım, özdə beçara o qədr xoşal olmuşdu. Deyir, hər kəsə deyirdim elə, məsələn, bu cür eləmirdi. Sən mənə şirkətlərin adını veribsən, müdürlərinin şumarəsini veribsən, şirkət girir, oradan tez-tez iş tapır mənə, zəng vurur mənə. Vəli məsləhətləşirdik ki, bir iş olsun ki, həm pulu yaxçı olsun, həm də bunun abrı da hifz olsun da. O cür yaxçı iş tapmaqda çətinlik çəkirdik. Yoxsa iş tapırdıq. Onun şəraiti ilə uyğun gəlməyən bu məsələlər. Elə xoşal olmuşdu ki, baba dedim ki, məni birbaşa qoşubdu şirkətlərə və o iş tapan şirkətlər tez-tez də gündə mənə bir iş tapırlar, vəli axtarırdıq, görürdük ki, məsələn, bir də gördük, biri elə tez tapdı, hə, filan yerdədir, bir də gördüm meşədədir. Orada meşədə bunun düzdür, yeməyini də verir, filan da verir. Dedim ki, orada sənin əmniyyət məsələn var. Orada ağacları bunlar kəsəcəklər, sən onu çətinlik olar. Bu bizim məsələlərimiz, bu problemlər vardı, qardaşım. 2004-dən sonra milli hərəkətə müxtəlif yerdən müdaxilə və 2006-dan milli hərəkətə caydırma bu kökə gətirib çıxardı. Yoxsa milli hərəkət əvvəl 14 ilə 15 ilini çox ağıllı gedirdi qabağa. Niyə? Bəli, milli hərəkətə müdaxilə elərsən, müdaxilə eləyən öz əlində saxlar, başqalarını da biçər. Bir neçə nəfərə imkan yaradar ki, atın çapsın, qalan insanları da biçər. Müstəqil insanlara töhmət iftira atar və onlara yaşayışda hakimiyyət bu tərəfdən çətinlik yaradar, bunlar da bu tərəfdən çətinlik yaradar. Mən bunları yaşamışam özüm.
Mən bunları yaşamışam. Mən bilirəm ki, nə oyunlar gedir. O qədər narahat oldum ki, fəqət bilirsiniz, o insan belə iddialı adamlar ki, imkan olanlara, çoxları vardı ki, məsələn, bizim əlimizdə bir imkan yox idi ki. İmkanımız fəqət o idi ki, bildiyimiz şirkətlərin şumarəsini verdik, tanıdığımız adamlara zəngi vurdıq. Biri dedi gözlənilən bir aydan sonra, biri dedi, bəzi işlər tapdılar filan ki, müsait döyürdü, münasib döyürdü. Bəli, bəzi adamlar da vardı ki, onlarda imkan var. Onlarda imkan var ki, sənə bir iş yaradalar, ya tapşıralar bir iş. Yəni, mən istədim ki, bu dostumuzun, fikirdaşımızın dünyasını dəyişməyi, özdə zamansız dünyasını dəyişməyi məni düzdür sarsıtdı. Amma ondan çox sarsıdan bu idi ki, kimsə onun diriliyində onu anlayıb və onun müşkülün çözümünə kimi ki imkanı var idi. Can atmadı. Elə bilir, elə gəlib çıxasan, elə hay salasan ki, milli hərəkət belədir, milli hərəkət belədir. Bu oldu milli hərəkət. Sən 40 milyonun içində 400 dənə Molla Əbbasın vardı. Sən bunun əgər müşkülün həll eləyə bilmirsən, 40 milyonun müşkülün həll eləyəməzsən ki. Sən beynin, çıxarın, rabitən, əgər bunu həll eləmirsə, 40 milyonun müşkülün həll eləyəməzsən. Ya şəxsiyyətin o qədər zəifdirsə, imkanın var, eləmirsənsə, sən milləti sevmirsən ki. Sən şöhrət tələb bir adamsan. Sən öz şöhrətini dalı sürəsən ki, sənə desinlər, bu yaman adamdır. Əgər səndə imkanı olanları deyir, amma imkanı olmayan insandan hər kəsdən öz təvanı qədər bəklənər. Birinin ki, təvanı yoxdur, təvanı olmayan insandan heç nə bəklənməz. Durum budur. İndi gedin, müxtəlif etniklər var da, xarici keşvərdə kürdlər. Gedin görün Türkiyədə, Sueddə, Almanda, bütün keşvərlərdə adamları necə yerləşdirirlər, necə iş verirlər, necə himayət eləyirlər, necə sıxıntılardan qutarırlar, necə onların iqamət məsələsini həll eləyirlər. Baxı, 40 milyon iddia eləmirsən, bunun bir 8 milyon, 9 milyon xaricdədir. Onun yarısı da türklərdir. O yarısının nə qədəsində nüfuz eləyə bilibsən? Hangisına yaxçılıq eləyibsən ki, sənə sarı gələ? Sən fikir eləyirsən, gəlib bir elə 5 milli hərəkətin əlifbasını bilmir, 2 dənə sözü yaxçı danışmayanda onu sancmaqla sən millətçisən? Ağlın yoxdur da. Gic bir adamsan, ağlın yoxdur. Ağlın olsa yaxçılıq elərsən. Ağlın olsa tərbiyəli rəftar elərsən. Gördün də şey eləmir, gülümsəyib keçərsən. Sən fikir eləyirsən, onu vurmaqla, onu üstünə ad qoymaqla sən yaman millətçisən. Sən ağılsız bir adamsan. Sən yaxçılıqdan başqa milləti cəzb eləmək mərhələ. Yaxçılıqdan başqa heç nə eləməməlisən. Yumuşaqlıq eləməlisən. Biri şahçıdır, düşməndir, səni vurur, düşünmür, onun cavabını verirsən, o başqa. Millətimizin çoxu var ki, asimilə olubdur, xəbəri yoxdur, bilmir. Sən ona yaxçılıq edəsən, sənə yaxınlaşar fikrivə. Sən elə bilirsən ki, elə fəqət müftə söz satmalısan. Oğlum, enerji qoymalısan, insana yaxçılıq eləməlisən ki, ta sənə sarı gələ. Peyğəmbər nə hərəkət elədi? Xoş əxlağı ilə, sədaqəti ilə, əminliyi ilə insanlara yaxşılıq eləyirdi, yumuşaqlıq eləyirdi, məhəbbət eləyirdi, səbr eləyirdi, keçinirdi, insanlara təsir qoyurdu. Fikrin yayırdı. Sən şəmşiri götürübsən, millətçini də vurursan, milli məsələni bilməyəni də vurursan. Özdə fikr eləyirsən ki, sən yaman xalis millətçisən. Sən cahilsən, cəhalətdəsən. Bu cəhalətin rəftarlarıdır. Sən əqidəyə məhəbbətli olmalısan, yaxçılıq eləməlisən, zəhmət çəkməlisən. Ta o yoluva tərəfdar cəmləməlisən. Sənin yolun həqqaniyyətinə inansınlar. Sən milli adamları ki, bu çətinliyə məruz qalıblar bu yolda, sən onlara yardım eləmirsən, sən onlara çalışmırsan problemin çözməyə. Sən kim Allah'dırsan ki, 40 milyonu qutaracaqsan? Allah'danməzsən, özüyü ged Allah'dır. Ged özüyü Allah'dır. Hər halda çox konu məni narahat elədi və
heç olmasa fikirlərimi bildirdim. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin, Allah qızlarına, xanımına, yaxınlarına səbir versin. Həqiqətən çox çətindir. O 3 dənə danışçı qızların onları bəxt evinə göndərəcəkdi. Onların arzusu var idi. Özdə atalarını çox-çox istəyirdilər. Özdə çox yumuşaq təbiətli adam idi ailəsinə. Hər halda Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Kaş biz milli fəaliyyətdə iddialı adamlar özünə gələlər və bilələr ki, çıxıb tey danışmaqla milləti bir yerə təəssüflər olsun.